Keçək 48 nömrəli suala. 48 nömrəli sual tarazlıq məsələsidir. Deməli, bunu necə yazarıq? NO ilə O2 reaksiyaya girir. Diqqətlə qulaq asın uşaq. NO O2 ilə girir. 2 mol NO2 əmələ gəlir. Əmsallaşdırırıq. Burada nə qurmalıyıq biz? BST. Belə məsələləri bu şəkildə edirdik. Yəqin ki, yadınızdadır. BST qururduq. Burada necə yazarıq? Deməli, bizə deyir ki, həcmi 1 litr olan qabda, həcm 1 litr veriləndə biz mola səmaya qatılıq kimi baxa bilirdik, yoxsa bilmirdik? Həcm 1 litr veriləndə. Həcm 1 litr veriləndə mola qatılıq kimi baxır. S bərabər bölü V dax. Deməli, uşaqlar, nə edəcəm? Bizə A mol NO, B mol oksigen verir. Başlanğıcda A mol NO var, B mol oksigen var. Deməli, reaksiya gedir. Deyir, tarazlıq halında qabda olan bütün maddələrin qatılığı bir-birinə bərabərdir. Tarazlıq halında deyir, tarazlıqda bütün qatılıqlar bir-birinə bərabərdir. Biz bilmirik ki, NO-dan nə qədər sərf olunub oksigenə. Tutaq ki, moluna görə bundan 2x sərf olunanda. Bundan da x sərf olunacaq uşaqlar. Baxın, moluna görə. Məhsulda da nə qədər əmələ gələcək? 2x əmələ gələr moluna görə. Və bilirik ki, məhsulun sərf olunması onun tarazlığına bərabərdir. Bu 2x olanda bu da 2x. Və bu tərəfdən də bizə deyir ki, tarazlıq halında üçünün də qatılıqları bir-birinə bərabərdir. Onda bu 2x-dirsə, bu da 2x-dir. Bu da 2x. Onda A nəyə bərabərdir? Tarazlıqla sərf olunmanın cəmi başlanğıcı verir axı. A 4x-dir. B onda 2x-lə x-i toplayıram 3x. Bizə də sualda deyir ki, uşaqlar A-nın B-yə nisbətini tap. Yəni 4x-in 3x-ə nisbətini tap. O da eləyir 4 bölü 3. Baxın bir dənə. A variantı.